2 dənə piramida var. Bu alkatendir. Aha. T də 40 dərəcədən böyük olduqda birinci, dördüncü Ay sağ ol. birinci, dördüncüyə birləşir və ortada bir dənə piramida alınır. Digər pilər də qırılır. Bəli. Onda birə məsələn O da tutaq ki, hidrogen gətirirəm. hə, Belə olacaq. Burada 2 brom qat, birləşəcək. sonra brom. Adı necə olacaq? Adını istəyir. Bunları işləmişdik biz. Sual-cavabda çox demişdik. Adı soldan nömrələyə bilərik. 5 Soldan yoxsa sağdan? Brom tərəfdən yoxsa sağdan bəli. brom tərəfdən. Necə olacaq? 1 brom. 1 brom. Aha. Butin 3. Aha. Yox, 1 brom, butin yox, 2 yoxsa 3? 2-dir, Ay, ikincidən sonra. əhsən, əhsən. Yaxşı, indi davam eləyək Səmaya ilə. Səmaya izah eləsin 4 nömrəli sualı. Səmaya bax 4 nömrəli sualı. Burada etil X etilendir hansı reaksiyada? 2 düz 2 olacaq. Çünki Aha. 140 dərəcəsindən doymuş 2 atomlu spirtlərin parça dehidratlaşmasına Doymuş bir atom spirtlə hidratlaşanda. Bəli. Düzdür. Bir də 1 olar. 1 olar. Bir Yalnız də 2. 1 olar deyirsən. Bu C8-dir. C8-dirsə, oradan bir C4H10 alınıbsa, digəri nə olacaq? Bu hansı reaksiyanı sənə xatırladır? Uşaqlar, birinci reaksiya hansı reaksiyadır? Kim deyər? Parçalanma, Crackingdir. Parçalanmadır, crackingdir. C8H18 ilə karbonlar yarıya bölünər. C4H10 və C4H8. Onda o etilen deyil. 2 etilendir. Bir də 3-ə baxaq. Üçüncü reaksiya hansı reaksiyanı sizə xatırladır uşaqlar? Baxın, əgər bu Səmaya bura bax, bu C4-dürsə, deməli bu maddə C2-dir, H8-dir sol tərəfdə, sağ tərəfdə 4 var, 4 çatışır. Sadəcə temperaturu qeyd eləməyib də orada. Biz bilirik ki, metan neçə dərəcədə etilen verirdi uşaqlar? Metan neçə dərəcədə parçalananda etilen verirdi? 550-600-də. 550-600-də. 1500-də asetilen verirdi. 1500-də asetilen verirdi, bilirsiniz. Hamı başa düşə bilir yoxsa? Bəli. Səmaya bilmədin? Bir dənə bax Səmaya. Bildim müəllim, bildim. Ay sağ ol. Uşaqlar kimdən soruşmamışıq? İndi sıra kimindir? 5. Tamerlan cavab verib yoxsa yox? Bəli, müəllim, mən demişəm. Yenə deyə bilərəm. Cavab vermirsən. Göz. Ardıcıllıq necə idi? Birinci, bütün uşaqlar cavab verib yoxsa yox? İndi sıra kimdədirsə o cavab versin. Deyəsən Zeynəbə gəlirsin. Zeynəb 5 nömrəli sualı cavablandır. Bəli, yaxşı. Siz sıra izləməyin. Ardıcıl gedirik. Mən 5 dənə sual izah olunmalıdır. 6-cı